Axır ki, böyrəyimizi satıb iPhone 17 Pro-nu ala bildik. Salam dəyərli izləyicilər, bu günlərin mən sizlərə iPhone 17 Pro telefonumuzun qutu açılımını eləyəcəyik və istədim ki, sizlərlə birlikdə iPhone 17 Pro telefonumuzun qutu açılımını birlikdə edək. Nəzərinizə çatdırım ki, hal-hazırda məni gördüyünüz, yəni kamerada iPhone 17 Pro tərəfindən çəkilir. Çəkilişini isə elə məni görərəkdən, yəni başa düşə biləcəksiniz ki, necə güclü kameraya sahibdir. Dəyərli izləyicilər, hal-hazırda qarşımda iPhone 17 Pro 256 GB-lıq telefon görürsüz və mən istəyirəm ki, sizlərlə birlikdə bunu açaq. Həqiqətən də çox həyəcanlıyam və burada gördüyünüz kimi antiudar var və yanında şarj cihazımız. Əlavə olaraq burada başqa iPhone 17-nin aksesuarları mövcuddur. Hansı ki, bunlarla bir-bir biz tanış olacağıq. Dəyərli izləyicilər, siz də öz fikirlərinizi mütləq aşağıda şərh bölməsində bizimlə bölüşməyi unutmayın və əlavə olaraq kanalımıza hələ də abunə deyilsinizsə, mütləq aşağıdan 1 saniyənizi ayırıb kanalımıza abunə ola bilərsiniz. İndi isə ya Allah deyib başlayırıq və hər kəsin ən çox gözlədiyi yer gördüyünüz burada olan, hansı ki, o lentlərdir, soyulan və ya Allah deyib bunları açmağa başlayırıq. Açmağa başlayaq. Aça bilmirəm, həyəcanlıyam. Aha, bu açıldı deyəsən. Okay. Bu tərəfdən də yaxşı. Və gözlənilən o an, dəyərli izləyicilər, hal-hazırda iPhone 17 Pro-nu biz tam olaraq açdıq və mən sizə hal-hazırda qutu açılımını göstərirəm. Daha sonra isə iPhone 17 Pro modelimizin ümumi xarakteristikası haqqında məlumatlar verəcəm. İnanıram ki, sizlər üçün də faydalı olacaqdır. iPhone 17 Pro telefonunun xarici görkəminə baxdıqda narıncı rəngdə alüminium korpusdan ibarət olduğunu görə bilərik. Bu da iPhone-un, yəni Apple şirkətinin bizə təqdim elədiyi yeni digər modellərindən fərqli bir üstünlüyüdür. Hansı ki, siz əlinizdə telefonla danışan zaman, misal üçün metroda, avtobusda, yolda, küçədə fərqi yoxdur. Bir dənə belə elədiyiniz zaman bu artıq ətrafınızda olan insanlar tərəfindən bu telefon iPhone 17 telefonu olduğu konkret bilinəcək, yəni fərq olunacaq. Məsələn, yanımda iPhone 13 də var. Baxdığınız zaman %100 fərq seçilir ciddi bir şəkildə. Dizaynına baxdığımız zaman, dəyərli izləyicilər, burada gördüyünüz kimi 3 kamera ilə gəlib və kameramızın yerləşdiyi hissədə əlavə çıxıntılı bir korpus var və aşağı hissəsində daha şəffaf və daha sürüşkən materialda alüminium korpusumuz yerləşir. İndi ekranımızı birlikdə üzərində olan kağızı çıxardacağıq və açırıq. Gördüyünüz kimi çıxan hansı ki kağızları və qutusunu kənara alıram hələ ki. Və dəyərli izləyicilər, indi ilk olaraq biz telefonumuza start verəcəyik və start verdikdən sonra hansı yeniliklərlə gəlib sizlərə onları izah eləyəcəm. iOS 26 sistemi ilə gəlmişdir bizim iPhone 17 Pro modelimizdə. Elə sentyabr ayına girən kimi həm iPhone 17 Pro modelimiz, yəni 17 seriyası, əlavə olaraq da iOS 26 versiyamız artıq bizim telefonlarımıza gəldi. Yeni modelimiz də iOS 26 ilə artıq bazara çıxmışdır. Nəzərinizə çatdırım ki, i19 Pro tipi ilə gəlmişdir yeni modelimiz. Bu da digər əvvəlki modellərə nisbətən yüksək performans yeniliyi olaraq gəlibdir və biz bu telefonumuzda istər kamera olsun, istər oyun olsun, istər ümumilikdə gündəlik istifadə etdiyimiz proqramlar olsun, çox rahat bir şəkildə, heç bir problem olmadan istifadə edə biləcəyik və gördüyünüz kimi yuxarı kameramızdan da görsənir. Artıq merhaba, hola və digər müxtəlif dillərdə iPhone-un bu yeniliyi ilə bizi salamlaşma ekranı ilə qarşılaşırıq. İndi biz startımızı götürürük. Burada ilk olaraq dilimizi seçirik. iPhone-da Azərbaycan dili olmadığı üçün biz türkçə seçirik. Daha sonra burada region olaraq öz regionumuzu daxil edəcəyik. Amma mən bir dənə səhvlik elədim ki, Almaniya seçdim, çaşıb aşağıdan Azərbaycan seçmədim. Və indi dəyərli izləyicilər, növbəti səhifə açılsın, qoy mən arxaya qayıdım, Azərbaycan seçəcəm. Aha, biz düşdüyümüz zaman doğma yurdumuz Azərbaycanı burada görə bilirik və regionumuzu görmək bizim üçün həqiqətən də çox xoşdur.
nəzərinizə çatdırım ki, görünüş olaraq default olan görünüşü biz seçim elədik və burada yenidən dil və region seçiminə qaytardı. Bilmirəm niyə belə elədi. Sürdür deyirik. Başqa bir aygıt olmadan ayarla. Daha sonra seçili ayarları kullan. Wi-Fi-miza hələ qoşulmuram. Yenə davam eləyəcəm. İndi açılsın və gözləyək görək bizim yeni iPhone 17 Pro modelimizdə hansı yeniliklər bizi gözləyir. Nəzərinizə çatdırım ki, dəyərli izləyicilər, bu sentyabr ayında iOS 26 versiyası gəldikdən sonra bizə müxtəlif hansı ki kameramızda dəyişikliklər oldu. Məsələn, iOS 18 versiyasına qədər kameramız standart default olaraq, yəni əvvəlki normal iPhone kamerası ilə gəlirdi. Amma iOS 26 sistemi gəldikdən sonra kameramızda dəyişiklik oldu, loqoların və ümumi interfeysdə, ekranımızda bir sıra dəyişikliklər oldu ki, bu da Apple-ın yeni nəsil modellərində və həmçinin köhnələrə gətirdiyi yeni bir üstünlük idi. Hal-hazırda indi bizim telefonumuz ayarlansın və daha sonra mən sizlərə müxtəlif məlumatlar verəcəm, hansı ki, sizə də inanıram ki, maraqlı olacaqdır. Növbəti səhifəmizdə bizə yeni güncəlləmə gəlməsi ilə bağlı bildiriş gəlib. Biz bunu indi hal-hazırda güncəlləməyəcəyik, yəni daha sonra güncəlləyəcəyik. Ona görə də sonra güncəllə vururuq və daha sonra növbəti məlumatlar və təhlükəsizlik, yəni gizlilik haqqında burada razılaşma məlumatı verilibdir. Bunu da sürdür deyirik və yaş aralığı deyir 18 yaşından daha böyük. Face ID-mizi daha sonra ayarlayacağıq. Sonra parola bizdən daxil etmək istəyir. İndi hal-hazırda mən bir dənə parola daxil edəcəm. Şifrəmizi daxil etdikdən sonra növbəti səhifədə bizdən deməli məlumatlarımızı əgər köhnə telefonumuzdan gətirmək istəyiriksə də o haqqda bizə təkliflər irəli sürülür və biz bunu da yenə də istəmirik və heç bir şey axtarma deyirik. Daha sonra iCloud hesabı yaratmaqla bağlı bizə məlumat verir. Biz burada deməli növbəti səhifəni vururuq və daha sonra növbəti səhifəyə keçə bilməyimiz üçün bizdə deyəsən buradan iCloud hesabı yaradılmalıdır. Ona görə iCloud hesabı yaratmamağı seçim edib davam etdik və burada bizdən yenə müəyyən şərtlər və qaydaları qəbul etməyimizi istəyir. Dəyərli izləyicilər, bunu da qəbul edirik və avtomatik güncəlləmə falan deyir. Biz də burada sürdür deyirik. Daha sonra deyirik, sonra deyirik. Amma çox həqiqətən mən iPhone 16 Pro-da yeni qutu açılma eləyəndə telefonu açanda, yəni bu qədər bizdən ayarlar istəməmişdi. Yəni maksimum 2-3 dəqiqənin içində iPhone 16 Pro-nu biz aktivləşdirmişdik. Amma niyəsə yəqin ki, funksiyaların genişliyi səbəbindən burada bizdə vaxt hissi yaradır. Daha sonra ayarla, daha sonra ayarla, ondan sonra paylaşma, sürdür. Deyəsən artıq biz yekunlaşdırmaq üzrəyik. Sonra sürdür. Bizə öz yeni özəllikləri haqqında əslən məlumat verir. Yaxşı bir şeydir. Sadəcə videomuz uzun çəkməsin deyə mən sizə bunları deyirəm. Başlat deyirik və daha sonra qarşımıza iPhone 17 Pro telefonumuzun ekranı gəlir və hər iki kamera üzərindən mən sizə göstərəcəm. İnanıram ki, hər iki kameramızda bizim yeni iPhone 17 Pro telefonumuzun ekranını çəkir. Dəyərli izləyicilər, yeni telefonumuzda yeni hansı özəlliklər gəlib? İndi mən sizə onlar haqqında danışım. 120 Hz-lik AMOLED ekranla iPhone 17 Pro telefonumuz ilk öncə qarşımızdadır. Maksimum yüksək parlaqlıqla bizim telefon istifadəmizi çox rahatlaşdırır. Əlavə olaraq i19 Pro prosessoru vasitəsilə biz ürəyimiz istəyən proqramı, tətbiqi, sosial media olsun, fərqi yoxdur. İstədiyimiz tətbiqi biz rahat bir şəkildə istifadə edə biləcəyik. Daha sonra hər üç kameramız 48 megapikselə sahibdir. Bu da ki, zoom edən zaman bizim keyfiyyət itkimizə səbəb olmayacaq deməkdir. Bu da həqiqətən çox əla özəllikdir. Telefondan anlayışı olanlar danışdığım mövzu haqqında çox yaxşı başa düşürlər. Qısaca telefon haqqında çox anlayışı olmayanlara loru dildə izah eləsək, kamerası çox bombadır. Yəni bildiyiniz o fotoaparat kimi çəkir. Ondan sonra telefonun 1 qram donma söhbəti də ola bilməyəcək ki, içində o hansı ki çipləri falan belə deyə prosessorları hamısı güclüdür. RAM-ımız isə 12 GB-dır. RAM-ı bilirəm ki, çox adam bilir nə olduğunu. Yəni RAM-da müvəqqəti yaddaşdır ki, hansı ki telefonu istifadə edən zaman bizdə telefonun RAM-ından daha çox istifadə olunur. Məsələn, iPhone 16 Pro modelimizdə bu 8 GB idi və 17 Pro-muzda artıq 12 GB RAM-la gəlib. Bu da o deməkdir ki, məsələn, o vaxtı deməyək, elə günümüzdə də kompüterlərimizin bir çoxunun elə RAM-ı 8, 12, 16, 20 arasıdır. Yəni bildiyiniz kompüter
kompüterun kompakt versiyasıdır. Yəni bildiyimiz budur. Məsələn, mənim öz kompüterim 20 GB RAM-a sahibdir. Bu da 12 GB. Yəni demək olar ki, həqiqətən də bu telefon vasitəsilə ürəyiniz istədiyiniz işi rahatlıqla görə biləcəksiniz. Həm iqra oynayanlar, həm ondan sonra iş adamları, gündəlik istifadə üçün fərqi yoxdur. Rahatçılıqla siz bu telefonu istifadə edə bilərsiniz. Əlavə olaraq yeni soyutma sistemi ilə Apple bizə bu telefonu təklif eləyib. Bu da nə deməkdir? Dostlar, telefonu istifadə edən zaman köhnə modellərdə daha çox qızma olurdu. Amma iPhone 17 Pro modelimizdə artıq qızma dərəcəmiz minimuma endirilib. Bu da o deməkdir ki, məsələn, telefonu işlədəndə artıq həm qızmayacaq telefon, həm də ki, əliniz falan tərləməyəcək. Yəni bu kimi üstünlükləri mövcuddur. Əlavə olaraq belə mən kameramızdan göstərim. Məsələn, kameramıza daxil olduğumuz zaman belədir. Videomuz 4K 120 FPS ilə gəlir. Yəni 4K 120 FPS ilə videolarımızı rahat bir şəkildə çəkə bilərik. Məsələn, şəkil çəkim sizə göstərmək üçün qolumdakı saatı bir dəqiqə qoy yandırım. Aha, belə bir dənə şəkil çəkim. Gördüyünüz kimi həqiqətən də çəkilişi olsun, ondan sonra bir çox özəllikləri olsun, çox əladır və bu da ön kamerasıdır, hansı ki, indi mən şəklimi çəkirəm, sizlə video çəkə-çəkə onu da ekrana yerləşdirəcəm. Bəli, şəklimizi də çəkdik, videonu da zaten qabaq kameradan, yəni siz məni gördüyünüz kameradan video keyfiyyətini də özünüz başa düşəcəksiniz ki, həqiqətən də çox əla çəkilişə mənsubdur. Gecə rejimində çəkilişi olsun, ondan sonra sinematik çəkilişi olsun, həqiqətən də çox əla və çox superdir dəyərli izləyicilər. Bildiyiniz bu telefon vasitəsilə bir dənə qəşəng bomba kino çəkmək olar. Yəni bundan artıq mən nə deyim? Xeyirli olsun. Əlavə fikirlərinizi, düşüncələrinizi mütləq aşağıda şərh bölməsində qeyd etməyi və kanalıma hələ də abunə deyilsinizsə, mütləq aşağıdan kanalıma abunə olmağı unutmayın. Sizlərin fikirləri mənim üçün çox önəmlidir. İnanıram ki, anlayışım olduğu qədər sizə iPhone 17 Pro-muzun həm sizlərlə birlikdə qutu açılımını, həm də təzə hansı yeniliklər gəlib onların izahını verə bildim. Bu qədər. Özünüzə çox yaxşı baxın. Gələcək videolarda görüşənədək hələlik.